Ricat, mənsubiyyətə görə dəyişərkən hansı isimlər digər isimlərdən fərqli bitirici samit qəbul edir? Məsul, talih, mənbə. Aha, doğrudur. İsmin neçə halının nə sualı var? 3 adı hal, qeyri-müəyyən və təsvir hal, qeyri-müəyyən yayın. Doğrudur. Mən bağçadan gül dərdim cümləsində gül söz ismin hansı halındadır? Və baxsadan gülü dərdim, qeyri-müəyyən təsvir. Aha, kitabın məndədir cümləsində kitabın söz ismin hansı halındadır? Kitabın məndə bir kitabın. Senin kitabın. Adı. Bəli, adlı qaldadır, doğrudur. Tamam. Əvəzliyin əsas xüsusiyyəti nədir? Əsas nitq hissələri əvəz edir. Aha, doğrudur. Neçənci sözü hansı nitq hissəsinə aiddir? Neçə və əvəzi soy əvəzliyi. Doğrudur. Bitişik yazılan mürəkkəb əvəzlik varmı? Bitişik yazılan mürəkkəb əvəzliyi. Bəli, filan kəs. Afərin, doğrudur. Ayrı yazılan mürəkkəb əvəzliklər hansılardır? Kimsə, nəysə, hər kəs. Əla, doğrudur. Şəxs əvəzliklər hansılardır? Mən, sən, o, biz, siz, onlar. Şəxs əvəzlikləri hallana bilirmi? Deməli. Yox, bəli, hallanır. Məsələn, hallandıraq. Məsələn, sənin kitabın. Sənin, sonra. Mənim, mən və biz və dəyişir. İkisi olur. Bəli, mənim sözümdəki im nədir? Gəlik hal, doğrudur. Şəxs əvəzlikləri. Hər şəxs əvəzlikləri sadə təsvir, yalnızca sadə. Yalnızca sadə. Tamam. Cümlənin ortasında gələrsə, hansı şəxs əvəzliyi bəzən böyük hərflə yazılır? Cümlənin ortasında gələrsə, hansı şəxs əvəzliyi bəzən böyük hərflə yazılır? Bəli. Həyəcan sözü əşyanın adını bildirirmi? Bəli, isimdir, əşyanın adını bildirir. Doğrudur. İlxı, naxır, alay isimləri tək isimdir yoxsa cəm? Təkdirlər. Doğrudur. Hava və külək isimləri konkret isimlərdir yoxsa mücərrəd? Konkret. Kiçiltmə mənalı isim düzəldən şəkillər hansılardır? Kiçiltmə mənalı isim düzəldən. Bəli. Və parça. Bəli, nümunə deyə bilərsən ona aid? Məsələn, kitab, kitabça. Bəli, başqa